Hansı avtomobillər utilizasiyaya cəlb edilir? Utilizasiya proqramı könüllülük prinsipi əsasında tətbiq olunur və bu baxımdan nəqliyyat vasitəsinin sahibi özü qərar verir ki, nə vaxt onu utilizasiyaya təqdim eləsin və bu qərara uyğun olaraq istənilən vaxt utilizasiyaya təqdim edə bilər. Hazırda neçə məntəqədə bu proses həyata keçirilir? Hal-hazırda ölkə üzrə 3 utilizator fəaliyyət göstərir. Utilizatorlardan biri Bakı şəhərində, biri Gəncə şəhərində, üçüncüsü isə Abşeron rayon ərazisində fəaliyyət göstərir. Bəs maraq necədir ümumilikdə? Maraq 2025-ci ildən etibarən kifayət qədər yüksəlib. Utilizasiyaya cəlb edilən avtomobilə görə vətəndaşa nə qədər pul ödənilir? Məbləğlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib və bu zaman nəqliyyat vasitələrinin beynəlxalq təsnifatları nəzərə alınıbdır. Bizim daha çox gündəlik istifadəmizdə olan minik nəqliyyat vasitələri, hansı ki bunlar M1 təsnifatına aid edilir. Həmin nəqliyyat vasitələri üzrə güzəşt məbləği proqram çərçivəsində 1500 manat nəzərdə tutulubdur və buna müvafiq olaraq bir dəfəlik ödənişin məbləği isə 70% həcmində 1050 manat məbləğində nəzərdə tutulur. Ötən ilin oktyabrından başlanılan utilizasiya prosesinə indiyədək 16100 avtomobil cəlb olunub. Toplam indiyə qədər nə qədər vəsait ödənilib vətəndaşlara? Vətəndaşlara bugünə qədər bir dəfəlik ödəniş istiqamətində 950 min manata yaxın bir dəfəlik ödənişlər həyata keçirilibdir. Utilizasiyaya cəlb edilmə nəticəsində dövrəyə buraxılan güzəştli şərtlərlə buraxılan yerli avtomobillərin sayı nə qədərdir? Hal-hazırda bu istiqamətdə də kifayət qədər maraq yüksəkdir və 889 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsi güzəştli şərtlərlə satılıbdır. 18 təqribən nəqliyyat vasitəsinə görə artıq dövriyyəyə bir yeni yerli istehsal nəqliyyat vasitəsi daxil olur. Məntəqəyə gətirilən avtomobillər öncə burada hissələrə ayrılır, daha sonra xüsusi avadanlıq vasitəsilə avtomobilin gövdəsi preslənir və təkrar emala yararlı xam mal kimi metal əritmə zavodlarına göndərilir. Utilizasiya prosesi bildiyiniz kimi həm ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətlidir, çünki burada tullantılar ətraf mühitdən kənarlaşdırılır və ekoloji normativlərə uyğun olaraq zərərsizləşdirilir və eyni zamanda iqtisadi baxımdan utilizasiyanın əhəmiyyəti ondan ibarətdir ki, burada zərərsizləşdirmədən əlavə həm də bir dövriyyədə iqtisadi dəyər qazanmış olur tullantılar.